Hər kəsə salam. Bildiyimiz kimi bizim cəmiyyətimizdə hüquqa çox insan inanmır və düşünürlər ki, normalar sadəcə var və heç kim əməl eləmir. Bunlardan biri də məsələn hakimin özünə etiraz etməsi anlayışıdır. Adi bir vətəndaşdan soruşsanız o deyər ki, hansı hakim özünə durduq yere ya da hər hansı bir səbəbdən etiraz eləyər ki, o bunu gizlədər və s. Amma indi mənim sizə oxuyacağım xəbər 2 gün bundan əvvəl paylaşılıb. Bəlkə də xəbəriniz var. Bunun praktikada mövcud olduğunu bir daha göstərir. Qusar rayon məhkəməsinin hakimi öz-özünə etiraz edib. Belə göstərilir ki, Qusar rayon məhkəməsinə 178-ci maddə ilə təqsirləndirilən şəxsin işi daxil olur və məlum olur ki, həmin təqsirləndirilən şəxs zərər çəkəndən 8500 manat pul ələ keçirib və pul ələ keçirmək üçün də ona bir vəd verib ki, Qusar rayon məhkəməsində həmin zərər çəkənin oğlunun 152-ci maddə işi var. O iş barəsində yalandan ona vəd verib ki, yüngül cəza verdirəcək ona. Və bu hazırlıq iclasında ortaya çıxanda həmin iclasa rəhbərlik edən hakim öz-özünə etiraz verib və məhkəmə hesab eləyib ki, o cinayət işinə Qusar rayon məhkəməsinə baxıla bilməz. Çünki Qusar rayon məhkəməsinin adı həmin cinayət işində artıq hallanıb və bu müəyyən hüququn prinsiplərini pozacaqdır. Və daha sonra təqsirləndirilən şəxsin bəs Qusar rayon məhkəməsi baxmırsa işinə necə baxılacaq o işə? Belə hesab edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsi qiymət verəcək bu işə ki, Qusar rayon məhkəməsinə baxıla bilər, yoxsa baxıla bilməz.